Salam hər kəsə. Deməli, informatika üzrə fənn olimpiadasına hazırlaşan şagirdlər üçün video dərslər çəkməyə qərar vermişik. Bu dərslər olimpiada tipli məsələlərin izahlarından ibarət olacaq. Bir çox saytlar var ki, siz həmin saytlarda olimpiada tipli məsələlər həll edərək öz alqoritmik biliklərinizi artıra bilərsiniz. Bunlardan biri Codeign'dir, hansı ki, mən dərs vaxtı bu saytdan istifadə edəcəm. Bu saytdan istifadə etməkdə əsas məqsəd bundan ibarətdir ki, əvvəlki illərdə Respublika fənn olimpiadalarının mərhələlərində, yəni rayon turunda, yarımfinalda və finalda düşən məsələlər bu saytda mövcuddur və təbii ki, olimpiadaya bu məsələlər üzərindən hazırlaşmaq daha effektiv olar. Bundan əlavə olaraq saytda fərqli çətinlikdə olan məsələlər var ki, həm olimpiadaya yeni başlayanlar, həm müəyyən alqoritmik bilikləri olan şagirdlər üçün faydalı olacağını düşünürəm. Bu dərs biz saytdakı fərqli mövzuya aid olan bir neçə məsələnin izahına baxacağıq. Başlanğıcı olan məsələlərin əksəriyyəti sadə və eyni tipli olduğuna görə onların içərisindən çalışacağım elə sualları seçək ki, həmin sualların aid olduğu mövzuya aid, belə deyək, bütün imkanları tətbiq edə bilək. Amma yerdə qalan sualları əgər hazırlaşmağa yeni başlayırsınızsa, ev tapşırığı kimi götürüb həll eləməyiniz daha yaxşı olar. Əvvəlcə başlayacağıq 58-ci taksi məsələsindən. Mən hər məsələdən əvvəl şərti ümumi şəkildə izah edəcəm, amma siz həmin vaxt videonu dayandırıb şərti daha diqqətlə oxuyun. Deməli, məsələnin şərtində deyir ki, 3 marşrut taksisi var, elə avtobus kimi nəzərdə tuta bilərik və hər avtobusda müəyyən qədər sərnişin var. Məsələn, bizdən istədiyi odur ki, müəyyən sərnişinlərin yerlərini dəyişərək elə eləməliyik ki, hər avtobusda bərabər sayda sərnişin olsun. Bunu elə hallar ola bilər ki, eləyə bilməyək. Həmin hallarda şərtdə dediyi kimi impossible sözünü çap eləməliyik. Əvvəlcə nə edək? Mən qeyd edeyim ki, məsələlərin həllini C++ dilində yazacağam və sadə olsun deyə elə online kompilatordan istifadə edəcəm. Bizə giriş verilənlərində 3 natural ədəd verilir. Bu avtobuslarda dəyişiklik olmamışdan əvvəl ilkin haldakı sərnişinlərin sayıdır. Gəlin əvvəlcə həmin dəyişənləri yaradaq və bu dəyişənləri daxil edəndən sonra bizim birinci işimiz bu olmalıdır ki, müəyyənləşdirək ki, ümumiyyətcə işi görə bilərik, yoxsa yox. Bu iş deyəndə, yəni sərnişinləri avtobuslar arasında bərabər sayda bölə bilərik, yoxsa yox. Bunun üçün nə baş verməlidir? Sərnişinləri bərabər sayda 3 hissəyə bölmək üçün biz yoxlamalıyıq ki, ümumi say 3-ə bölünürmü, yoxsa yox. Əgər ümumi say 3-ə bölünmürsə, bu o deməkdir ki, məsələn, bizdən istədiyini eləyə bilməyəcəyik və ekrana impossible sözünü çıxartmalıyıq. Bunun üçün əvvəlcə bir ümumi sərnişinlərin cəmini saxlayan bir S dəyişəni yaradaq və S dəyişəninə mənimsədəcəyik sərnişinlərin sayının cəmlərini, yəni A üstəgəl B üstəgəl C mənimsədəcəyik. Növbəti işimiz o olacaq ki, yoxlayacağıq. Əgər S dəyişəni 3-ə tam bölünürsə, daha doğrusu bölünmürsə, gəlin bu tərəfdən baxaq. Bu o deməkdir ki, biz sərnişinləri bərabər sayda bölə bilmərik. Həmin vaxt ekrana impossible sözünü çıxardaraq proqramı yekunlaşdıra bilərik. Əgər sərnişinlərin sayı 3-ə bölünürsə, indi baxaq ki, həmin sərnişinlərin yerini necə dəyişməliyik ki, biz bütün avtobuslar arasında sərnişinləri bərabər sayda bölə bilək. Burada məsələni iki cür həll eləmək olar. Ya hər hansı avtobusdan və ya avtobuslardan düşən sərnişinlərin sayına görə cavabı tapa bilərik, ya da hər hansı avtobusa minən sərnişinlərin sayına görə cavabı tapa bilərik. Nə demək istəyirəm? Elə fikirləşək ki, bizdə avtobuslarda olan sərnişinlərin sayı 6, 2 və 7-dir. Biz buradan görürük ki, ümumi şəkildə bizdə 15 sərnişin var və hər avtobusda 15-i 3 bərabər hissəyə bölsək, hər avtobusda 5 sərnişin olmalıdır. Yəni, birinci avtobusdan 1 sərnişin və üçüncü avtobusdan
2 sərnişin düşüb ikinci avtobusa minsə, burada artıq bütün avtobuslarda bərabər sayda sərnişin olacaq. Yəni düşən sərnişinlərin sayı biri birinci avtobusdan, ikisi üçüncü avtobusdan düşdüyünə görə 3 sərnişin düşdü. Və o düşən sərnişinlər elə ikinci avtobusa minəcəklər, amma onlar eyni sərnişin olduğuna görə biz burada iki dəfə saymayacağıq həmin sərnişinləri. Bu cəhətdən deyirəm ki, ya düşən sərnişinlərin sayına görə cavabı tapaq, ya da minən sərnişinlərin sayına görə cavabı tapaq. Elə gəlin birinci üsulla gedək. Yəni neçə sərnişin düşdüsə, o bizim cavabımız olacaq. Yaxşı, biz necə müəyyənləşdirək ki, neçə sərnişin düşməlidir? Bunun üçün avtobuslarda hal-hazırda olan sərnişinlərin sayı var. Onlar bizə inputda verilib A, B və C dəyişənlərindədir. Bir də say dəyişəndən sonra hər avtobusda neçə sərnişin olmalıdır? Bu təbii ki, ümumi bizdə S sərnişin varsa, S böl 3 qədər sərnişin olmalıdır hər avtobusda. Gəlin bunu da saxlayaq başqa bir K dəyişənində. Burada K bərabər olmalıdır S böl 3-ə. İndi isə baxaq ki, hansı avtobuslardan sərnişinlər düşməlidir. Təbii ki, hansı avtobuslardakı sərnişinlərin sayı K-dan çoxdursa, oradan müəyyən qədər sərnişin düşməlidir ki, sayı K-ya bərabər olsun. Bu ola bilər ki, bir avtobusdan da düşməli olan sərnişinlər olsun, ya iki avtobusdan da sərnişinlər düşməli olsun. Tutaq ki, elə indi dediyimiz кейsdə burada həm birinci avtobusdan, həm üçüncü avtobusdan sərnişinlər düşməlidir. Başqa bir keys yaza bilərik ki, birinci avtobusda 10, ikincidə 3, üçüncü avtobusda 2 sərnişin var. Burada görürük ki, yenə ümumi say 15-dir. Yəni hər avtobusda 5 sərnişin olmalıdır, amma düşməli olan sərnişinlər ancaq birinci avtobusdadırlar. Bu hər iki halı nəzərə alsaq, biz yoxlamalıyıq ki, hansı avtobuslarda sərnişinlərin sayı K-dan çoxdursa və bunun əsasında müəyyənləşdirək ki, neçə sərnişin düşməlidir. Bunun üçün biz məcburuq ki, bütün avtobuslardakı sərnişinlərin sayını K-la müqayisə edək. Yəni birinci avtobusdakı say əgər K-dan çoxdursa, bu o deməkdir ki, birinci avtobusdan müəyyən qədər sərnişin düşməlidir. Bəs nə qədər sərnişin? Gəlin onu da bir result dəyişənində saxlayacağıq. Resultun ilkin qiymətini 0 verək və bilirik ki, əgər hal-hazırda birinci avtobusda A sayda sərnişin varsa və həmin sərnişinlər düşərək ümumi sərnişinlərin sayı birinci avtobusdakı sərnişinlərin sayı K olmalıdırsa, buradan A çıx K qədər sərnişin düşməlidir. Deməli, rezulta əlavə eləyəcəyik A çıx K-nı. Bu birinci avtobusdan düşməli olan sərnişinlərin sayıdır. İndi biz bilmirik, bəlkə ikinci avtobusdan da düşməli olan sərnişinlər var. Bunun üçün biz eyni işi ikinci avtobus üçün də görməliyik. Əgər ikinci avtobusdakı sərnişinlərin sayı K-dan böyükdürsə, onda müəyyən qədər sərnişini ikinci avtobusdan da düşürdək. Burada da əgər düşürdəcəksə müəyyən qədər sərnişin, həmin sərnişinlərin sayı B çıx K olacaq. Eyni məntiqlə üçüncü avtobusu da yoxlayırıq. Və əgər bu avtobusdan da düşməli olan sərnişinlər varsa, cavaba həmin sayı əlavə edirik. Sonda result dəyişənində bizim cavabımız olacaq. Inputu yazaraq yoxlaya da bilərik. Əslində, məsələlərin əksəriyyətində inputlar verilir. İndi burada yoxdur. Özümüz bayaq yazdığımız inputlardan birini yoxlamaq üçün daxil edə bilərik. Tutaq ki, birinci avtobusda 6 sərnişin olsun, ikinci avtobusda 2 və üçüncü avtobusda 7. Biz buradan görürük ki, yerləri dəyişməli olan sərnişinlərin sayı 3-dür. Yəni birinci avtobusdan 1 sərnişin, üçüncü avtobusdan 2 sərnişin düşsə və ikinci avtobusa minsələr, onda bütün avtobuslarda bərabər sayda sərnişin olacaq. Növbəti baxacağımız məsələ
palindrom ədəd məsələsidir. Bu məsələ ədədin rəqəmləri ilə işləmək üçündür və belə deyək, burada bir neçə bu tipdə olan məsələ var ki, ədədin rəqəmlərindən işləməyə aiddir. Amma fikirləşdim ki, bu elə bir sualdır ki, burada artıq tam şəkildə başa düşə bilərik ki, ədədin rəqəmləri necə işləmək olar. Ona görə bu məsələni seçmişəm. Məsələnin şərtində nə deyir? Bizə 4 rəqəmli ədəd verilir və həmin ədədin palindrom olub-olmadığını müəyyənləşdirmək lazımdır. Palindrom deyəndə onu nəzərdə tutur ki, ədədi normal şəkildə soldan sağa oxuyanda və sağdan sola da oxuyanda eyni bir ədəd alırıqsa, belə ədədlər palindrom ədəd sayılırlar. Misal üçün 2332. Bu ədəd həm soldan sağa, həm də sağdan sola eyni ədəd alınır, oxusaq. Məsələni necə həll eləmək olar? Əvvəlcə palindromluğunu müəyyənləşdirməmişdən əvvəl biz bu ədədi rəqəmlərinə ayırmalıyıq. Bizə bir n ədədi verilir. N girişdə verilən həmin 4 rəqəmli ədəddir. Biz elə fikirləşək ki, n rəqəmlərini ayırmışıq və n ABCD rəqəmlərindən ibarət olan 4 rəqəmli bir ədəddir. Bu yazılışı belə başa düşün ki, riyazi cəhətdən belə yazanda ABCD-nin üzərində bir xətt yazılırlar ki, bu o deməkdir ki, ABCD-nin hərəsi ədədin bir rəqəmini göstərir. Burada ABCD yazanda onu nəzərdə tutmuşam. Elə fikirləşək ki, bu 4 rəqəmli ədədi rəqəmlərini ayıra bilmişik. Onda bu ədədin palindrom olması üçün hansı şərt ödənməlidir? Biz görürük ki, təbii ki, birinci rəqəm axırıncı rəqəmə bərabər olsa və yəni AD-yə bərabər olsa və BC-yə bərabər olsa, onda deyə bilərik ki, bu ədəd palindromdur. Misal üçün, nümunə kimi belə bir ədəd yazaq. 4664. Burada görürük ki, biz istənilən palindrom bir ədədi yazsaq, orada birinci və axırıncı rəqəmlər bərabər olmalıdır. Bir də ortadakı iki rəqəmlər də bərabər olmalıdır. Əgər rəqəmin biri fərqli olsaydı, bu artıq palindrom olmayacaqdı. Ya da ortadakı rəqəmlərdən hər hansı biri fərqli olsaydı, yenə palindrom olmayacaqdı. Ona görə də bu şərt ödənməlidir ki, bizə verilən ədəd palindrom olsun. İndi birinci işimiz ədədi rəqəmlərini ayırmaqdır. Biz necə eləyək ki, bizə verilən n ədədin rəqəmlərini ayıraq və həmin rəqəmləri təbii ki, A, B, C və D dəyişənlərində saxlayacağıq. Deməli, bu rəqəmləri necə müəyyənləşdirək? Ümumiyyətcə, belə bir ədədə baxsaq, fərqi yoxdur. Ədəd 4 rəqəmlidir, 3 rəqəmlidir. Rəqəmlərinin sayının heç bir əlaqəsi yoxdur. Misal üçün, bizə 548 ədədi verilib, 3 rəqəmli bir ədəd. Biz buradan 8-i necə tapa bilərik? Amma elə bir qayda ilə ki, bizə başqa bir ədəd verilsə, yenə də həmin ədədin axırıncı rəqəmini tapmış olaq, həmin dediyimiz düsturu tətbiq eləyərək. Biz istənilən ədədi ona böləndə alınan qalığa baxsaq, o qalıq elə ədədin axırıncı rəqəmi deməkdir. Yəni 548-i ona böləndə qalıq görürük ki, 8 eləyir. 8 də bu ədədin axırıncı rəqəmidir. 543 olsaydı, bu ədədi ona böləndə qalıq 3 eləyir. 3 də yenə bu ədədin axırıncı rəqəmidir. Ya da 540 yazsaq, görürük ki, 540 ədədi ona qalıqsız bölünür. Elə bu o deməkdir ki, qalıq ona böləndə qalıq 0 olur. 0 yenə də bu ədədin rəqəmi olur. Və burada fərqi yoxdur. Əgər ədədimiz 3 rəqəmli, 4 rəqəmli, 5 rəqəmli olsa, heç bir fərq yoxdur. Həmişə ona bölünmədən alınan qalıq bizə ədədin axırıncı rəqəmini verir. Axırıncı rəqəm D kimi nəzərə alsaq, əgər ədədimiz ABCD idisə, deməli, nə yaza bilərik buradan? Onda D bərabər olar verilən ədəd, yəni n mod 10. N mod 10-a bərabər olar. Elə girişdə 4 rəqəmli ədəd verilib deyə biz də gəlin 4 rəqəmli ədədlə işləyək. İndi biz
müəyyənləşdirməliyik axırdan ikinci rəqəmi. Yəni deyək ki, S-ni müəyyənləşdirmək istəyirik. Burada axırıncı rəqəmi tapmaq məntiqini yaxşı başa düşmək lazımdır. Çünki digər rəqəmlərin hamısının tapılması elə axırıncı rəqəmi tapmaq məntiqindən asılıdır. Necə asılıdır? Biz tapmaq istəyirik bu 3 rəqəmini. 3 rəqəminə belə gəlin baxaq. 3 rəqəmi burada gördüyümüz hansı ədədin axırıncı rəqəmi olar? 5738-in axırdan ikinci rəqəmidir. Amma burada 8 olmasaydı, 573-ün elə axırıncı rəqəmi olardı. Deməli, biz 5738-dən 8-i silə bilsək, onda yerdə 573 qalacaq və 573-ə eyni məntiqi tətbiq eləyərək 3 tapa bilərik oradan. 8-i necə silə bilərik? Bu dəyişənlər tam ədədlər olduğuna görə biz bu dəyişənləri 10-a böləndə ancaq cavabın tam hissəsi götürüləcək. Yəni biz istənilən tam tipli bir dəyişəni ədədi 10-a bölsək, əgər onun saxlandığı dəyişən integer tipindədirsə, onda elə bir rəqəm silinəcək, ən sağdakı rəqəm silinəcək deməkdir. Yəni biz bu ədədi 10-a bölsək, cavab 573 eləyəcək. Və 573-ə yenə n mod 10 məntiqini tətbiq eləyərək oradan biz 3 tapa bilərik. Dediyimizi düstur kimi yazsaq, əvvəlcə n-i 10-a bölürük ki, bu 8-in silinməsi üçün, yəni yerdə 573 qalması üçün və yerdə 573 qalandan sonra həmin ədədə mod 10-u tətbiq eləyərək biz 3 tapmış olacağıq. Eyni məntiqlə biz ikinci rəqəmi də tapa bilərik. Yəni, ikinci rəqəm 7-dir. Artıq 7-ni tapmaq üçün biz verilən ədəddən 2 rəqəm silsək, yerdə 57 qalacaq və 57-yə mod 10 tətbiq eləyərək 7-ni tapa bilərik. Onda B bərabər olar n böl 100. 2 rəqəm silmək üçün artıq 100-ə bölürük. Mod 10. Birinci rəqəm isə görürük ki, elə 3 rəqəmi silsək, yerdə birinci rəqəm qalacaq. 3 rəqəmin silinməsi 1000-ə bölünmə deməkdir. Buradan da yazmaq olar ki, A bərabər olur n böl 1000. Bu ədədin rəqəmlərinin ayrılmasıdır. Bu məntiqi fərqi yoxdur. 3 rəqəmli ədəd verilsə, eyni məntiqlə, demirəm eyni düsturla, amma eyni məntiqlə 3 rəqəmli ədədin də rəqəmlərini tapa bilərsiniz. 5 rəqəmli, 6 rəqəmli ədədlər üçün tətbiq eləmək olar. İndi biz dedik ki, ədədi rəqəmlərini ayırandan sonra bayaq izah etdiyimiz A-nın D-yə bərabər olması və B-nin C-yə bərabər olması şərtləri ödənməlidir ki, biz deyək ki, ədəd palindromdur. Ona görə bu şərtlər əgər ödənirsə, ekrana yəqin ki, yes çıxartmalıyıq. Ödənmirsə, no çıxardacağıq. S çap eləyək no. Bu ədəd palindrom deyə ekranda yes görürük. Bu palindrom deyil deyə ekranda no görürük. Burada növbəti suallar var ki, onlar da rəqəmlərlə əlaqəlidir. Misal üçün 71-ci sual ümumi şəkildə izah eləyəcəm. Burada 3 rəqəmli natural ədəd verilir və bu ədədin Armstrong olub-olmadığını yoxlamaq lazımdır. Armstrong deyəndə nəyi nəzərdə tutur? Yəni, ədədin rəqəmlərinin 3-cü qüvvətlərinin cəmi ədədin özünə bərabərdirsə, belə ədədlər Armstrong ədədlərdir. Burada yenə eyni məntiq işləyəcək. Bayaq 4 rəqəmli ədədi rəqəmlərinə ayırmışdıq. İndi isə 3 rəqəmli ədədi rəqəmlərinə ayıracağıq eyni məntiqlə və o rəqəmlərin 3-cü qüvvətlərinin cəminin ədədin özünə bərabər olub-olmamasını yoxlamaq lazımdır. Ona uyğun olaraq cavabı çıxardacağıq. Növbəti məsələ rəqəmlərə bölünməkdir. Burada da bir şey qeyd eləmək istəyirəm. Bizə 4 rəqəmli natural ədəd verilir və bu ədədin bütün rəqəmlərinə bölünüb bölünmədiyini müəyyənləşdirmək lazımdır.
Yəni biz müəyyənləşdirməliyik ki, verilən ədəd, yəni n, özünün bütün rəqəmlərinə həm A-ya, həm B-yə, həm C-yə, həm də D-yə bölünürmü? Bunu müəyyənləşdirmək lazımdır. Bunu təbii ki, şərt kimi yaza bilərik rəqəmlərini ayırandan sonra o hissəni yazmışıq artıq. Yoxlaya bilərik ki, verilən ədəd hansıdır? N. Yəni n A-ya bölünürmü? Başqa sözlə desək, n-i A-ya böləndə qalıq 0-a bərabərdirmi? Və B-yə bölünməlidir eyni məntiqlə. N-i böləndə B-yə qalıq 0-a bərabərdirmi? Və bu 4 şərtin 4-ü də həm C üçün, həm D üçün ödənməlidir. Amma burada bir məsələ var ki, dediyimiz kimi yazsaq kodu bizdə bəzi case'də runtime error verəcək. Bu ondan asılıdır ki, bizə verilən ədədin içərisində əgər 0 rəqəmi olarsa, 0-a bölünmə olmadığına görə biz ümumiyyətcə həmin əməliyyatın icra olunmasının qarşısını əvvəldən almalıyıq. Bunu necə eləyə bilərik? Əvvəldə yoxlaya bilərik ki, əgər rəqəmlərdən hər hansı biri 0-dırsa, onda elə birbaşa ekrana no çıxardıb proqramı yekunlaşdıra bilərik. Ayrı-ayrı yoxlamaqdansa ki, A, B, C və D-nin hər hansı biri 0-dır, birbaşa belə bir şey yaza bilərik. Əgər bu 4 ədəddən hər hansı biri 0 olsa, ən azı biri. Bu o deməkdir ki, elə o ədədlərin hasilləri də 0 olacaq. Yəni A vur B, vur C, vur D 0-a bərabərdirsə, bu o deməkdir ki, bu rəqəmlərin içərisində ən azı bir dənə 0 rəqəmi var. O halda ekrana no çıxardıb proqramı yekunlaşdıra bilərik. Əsas nəzərə alınmalı isə bu məsələdə bu dediyimiz şərtdir. Növbəti baxacağımız deməli 83-cü sahə sualıdır. Bu sualda bizə deyir ki, n-in m-ə ölçülü düzbucaqlı bir sahə var və həmin sahəni bir tərəfinin ölçüsü K olan kvadrat şəkilli piltələrlə örtmək lazımdır. Əgər həmin sahəni bu piltələrlə örtsək, minimum sayda neçə piltə lazım olar? Bu sualı necə həll edəcəyik? Əvvəlcə şəkil kimi izah etməyə çalışacağım. Bizdə əgər düzbucaqlı şəklində bir sahə varsa və o sahənin ölçüləri bizə verilibsə, elə fikirləşək ki, həmin sahənin ölçüləri 4-ün 2-yədir. Və piltənin də ölçüləri elə 2-nin 2-yə olsun. Bu o haldır ki, biz əgər burada müəyyənləşdirsək ki, bu sahənin uzunluğu üzrə neçə piltə qoyulacaqsa və eni üzrə neçə piltə qoyulacaqsa, biz bunları bilsək, onda ümumi piltələrin sayını tapa bilərik. Həmin dediyim uzunluq üzrə olan sayı n üzrə olan saya vuraraq piltələrin sayını tapa bilərik. Yəni, gəlin o hissəni elə yazmağa çalışaq. Bizə girişdə nm, yəni həmin sahənin ölçüləri və bir piltənin ölçüsü verilir. Bizdə 3 dəyişən olacaq. N, m və k dəyişəni. Bu dəyişənləri daxil eləyək. İndi 2 əlavə bir dəyişən götürəcəm. Bu dəyişənlər nəyə göstərəcək? A dəyişəni həmin sahənin uzunluğu üzrə neçə piltə qoyulmasını müəyyənləşdirir. B isə həmin sahənin eni üzrə neçə piltənin qoyulacağını müəyyənləşdirir. Deməli, bu halda A vur B bizim ümumi piltələrin sayı olacaq. İndi burada hansı fərqli hallar var? Ola bilər ki, biz piltələri qoyanda onlar uzunluq üzrə elə tam yerləşsinlər. Yəni, bu çəkdiyim hal həmin hala aiddir. Yəni, burada biz elə uzunluq üzrə 2 piltə qoyacağıq və həmin piltələr sayı, daha doğrusu uzunluğu tam tutacaqlar və n üzrə də elə 1 piltə qoyacağıq. Ümumi piltələrin sayı olacaq 2. İndi ola bilərdi ki, burada bizdə sahə 4-ün 2-yə yox, 5-in 2-yə olsaydı, elə gəlin əlavə olaraq həmin hissəni də çəkək. Uzunluq 5-in 2-yədir.
Bu halda nə baş verir? Biz birinci filtəni qoysaq, sahənin bu hissəsi örtülür. İkinci filtəni qoyanda bu sahədə örtülmüş olur. Yerdə bir filtədən daha az yerin tutacağı bir sahə boş qalır, amma biz burada məcburuq ki, bir filtədə yerləşdirək və sərhəddən kənara çıxmış olacaq. Buna məcburuq, çünki filtələri təbii ki, bölmək olmur. Yəni, belə bir sahədən çıxmış olacaq, amma bunu dediyim kimi eləməyə məcburuq. Bu hansı halda olur? Bu o halda olur ki, filtələri uzunluq üzrə yerləşdirəndə biz bir filtə artıq qoymalı oluruq. Çünki uzunluq üzrə həmin filtələr uzunluğu tam tutmurlar. Və burada bu halda bir filtə artıq qoymalı oluruq. Onda biz deyə bilərik ki, bu o halda olur ki, yəni bu uzunluq filtənin ölçüsünə tam bölünməsin. Eyni hal n üzrə də ola bilər. Hal-hazırda biz n-i 2 çəkmişik deyə burada elə bir problem yaranmır. Amma n əgər 3 olsaydı, filtənin ölçüsü yenə də 2 olsaydı, biz n üzrə artıq bir filtə yox, ikinci bir filtəni də qoymalı olacaqdıq. Deməli, nə etmək olar? Biz müəyyənləşdirdiyimiz hallar nələrdir? Yəni, A, əgər uzunluq filtənin ölçüsünə tam bölünürsə, A uzunluq üzrə olan filtələrin sayıdır. Onda uzunluq üzrə qoyulmalı olan filtələrin sayı n böl k-dır. Bu o haldadır ki, n k-ya tam bölünür. B də eyni qayda ilə m böl k olacaq. Amma bu tam cavab deyil, dediyimiz kimi. Çünki ola bilər ki, filtələr uzunluğa tam yerləşməsin və müəyyən kiçik bir hissə boş qalsın. Bunun üçün əlavə olaraq bir filtədə qoymaq lazımdır. Bu halda biz nə edə bilərik? Burada n-in k-ya bölünməsini yuxarı yuvarlaqlaşdıra bilərik. Bu necə işləyəcək? M böl k bizə tam bir ədəd verəndə, tutaq ki, n-in qiyməti 6-dır və 6 böl filtənin də ölçüsü 2-dir. Bu uzunluq üzrə qoyulmalı olan filtələrin sayı olacaq 3. Bu halda bu düsturlar işləyəcək. Daha doğrusu n üzrə bilmirik, uzunluq üzrə olan düstur işləyəcək. Amma əgər belə olsaydı, n-in qiyməti 7 olsaydı və filtənin ölçüsü yenə də 2 olsaydı, 7 böl 2 bizə verəcəkdi 3,5. Yəni, biz 3 filtə qoymalıyıq uzunluq üzrə. Bir də bir yarım filtə də belə deyək də qoymalıyıq, amma bunu eləyə bilmirik deyə məcburuq ki, biz artıq 4 filtədən istifadə eləyək uzunluq üzrə. Yəni, bu ədədi biz yuxarı yuvarlaqlaşdırmalıyıq. Əgər burada bir kəsr hissə alınırsa, o kəsr hissəyə həmin o qalan boşluq hissə kimi baxa bilərik. Bunu həll eləməyin fərqli üsulları var. Misal üçün, yoxlaya bilərik ki, əgər n-k-ya qalıqla bölünürsə, onda a-nın qiymətini bir vahiddə artıraq sonradan. Və b-nin qiymətini müəyyənləşdirəndə, əgər m k-ya qalıqla bölünürsə, b-nin qiymətini də bir vahid artıraq. Ya da başqa bir üsul var ki, yuxarı yuvarlaqlaşdırmaq üçün hazır bir düstur var. Daha doğrusu funksiya var. O scale funksiyasıdır. N böl k tam ədəd olan zaman heç bir dəyişiklik olmayacaq. Əgər n böl k hər hansı bir kəsr ədəd olarsa, tutaq ki, 3,5 olarsa, scale funksiyası bizə 4 qaytaracaq. Yəni, həmin ədədin yuxarı yuvarlaqlaşdırılmış şəkildə qaytaracaq. Eyni qayda ilə b-nin qiymətini də yuxarı yuvarlaqlaşdırmalıyıq. Kəsr hissənin qarşısını almaq üçün, belə deyək. Qarşısını almaq yox, yəni kəsr hissə alınırsa, bir filtə artıq götürülməsi üçün. Bundan sonra biz artıq A-nı B-yə vuraraq ümumi filtələrin sayını tapa bilərik.